aparacağıq birlikdə. Kənan Məstəliyev bizimlə bağlantıdadır. İdman jurnalisti. Sabahınız xeyir olsun Kənan bəy. Sabahınız xeyir olsun. Kənan bəy, mövzunu yəqin ki, siz də eşitdiniz, duydunuz. Yəni, biz bilirik ki, aydın məsələdir ki, 99% Qarabağ Avrokuboklarda iştirak eləyəcək. Yəni, bu müzakirə mövzusu deyil və Qarabağın necə iştirak etdiyini də biz bilirik. Yəni, təsnifat mərhələsində rahat keçir əksər hallarda. Ən pis halda, yəni, Avropa Liqasında biz Qarabağı görəcəyik. Ən yaxşı və halda isə təbii ki, Çempionlar Liqası istəyirik ki, görək, izləyək. Daha maraqlı olar, xüsusilə də yeni formatda. Çox maraqlı olardı. Digər mövqelərə mən baxmaq istəyirəm, nəzər salmaq istəyərdim daha çox. Zirədən başlayaq. Hal-hazırda ikinci pillədədir komanda və 51 xalı var. Yəni, böyük ehtimalla bu pillədə özünü, mövqeyini qoruyub saxlayacaq Zirə. Nə düşünürsünüz Zirə haqqında? Tamamilə razıyam. Belə Qarabağla bağlı qısaca deyim ki, yəni şübhəsiz Qarabağ artıq mən deyərdim ki, çempionluğu da yəni düzdür, o komandalara hörmətsizlik kimi olmasın, amma çempionluqda artıq şübhədə qalmayıbdır. Böyük ehtimalla komanda bizi Çempionlar Liqasında təmsil edəcək və nəzərə alsaq ki, Qarabağın reytingi yüksəkdir, onun həmin təsnifat mərhələləri ən azından ilkin mərhələlərdə nisbətən zəif rəqiblərin düşmə ehtimalı var və bu da ən azından komandaya 1-2 tur keçərək ən azı Avropa Liqasının qrup, yəni köhnə adı ilə qrup, imtiyaz adı ilə əsas mərhələsində yerini təmin etməsinə imkan verəcək. Mən düşünürəm ki, belə də olacaq. Ən azından Avropa Liqasında biz Qarabağı görə biləcəyik. O ki, qaldı Zirəyə. Zirə ötən mövsüm çox maraqlıdır ki, qrup mərhələsinə, yəni Liqa mərhələsinə vəsiqə qazanmasa da, onunla həmən mərhələyə vəsiqə qazanan Qarabağla eyni dərəcədə reytinqini bizə xal verdi. Yəni, Qarabağ bu 8 oyun artıq keçirdi, amma xal olaraq Zirə ilə eyni reytinqimizə eyni xalı verdi. Bu, Zirənin ötən ilki performansının çox yaxşı olmağından xəbər verir və və bu göstərdi və bu mövsümün gedişatı da onu göstərdi ki, Zirə bu qələbələri boşuna qazanmayıb. Çünki bəli, Qarabağ hal-hazırda çempionluğa gedir, daha yaxşı, belə deyək də, reytingdə, Premyer Liqada liderdir, amma hal-hazırda bugün üçün Azərbaycanın ən yaxşı komandası Zirədir. Yəni, bu forması baxımından, nümayiş etdirən oyun baxımından, sürət, temp, yəni Zirə hal-hazırda Qarabağdan da daha yaxşı futbol nümayiş etdirir. Sadəcə mənə elə gəlir ki, Qarabağın hal-hazırda lider olmasının əsas səbəbi heyətdir. Yəni, illər ərzində toplanan və üst-üstə gələn bu heyət formalaşıb və həmin heyət sadəcə olaraq biraz daha uzun müddət bir-birlə oynadığı üçün, daha yüksək təcrübəyə malik olduğu üçün birlikdə oyunda və bir də Qurban Qurbanovun, yəni bu, necə deyim, ritmi yaxalaması məsələsi var. O ritmi yaxalayıb və hələ də əldən buraxmır onu. Tamamilə razıyam. Orada bir dənə məqam da var ki, bəli, bu komanda artıq təcrübədə olar, belə deyib, o klasik deyərək özlərini bir-birlərini göz yumulu başa düşürlər. Yəni, onlara artıq tapşırıq verməyə də ehtiyac yoxdur. Yəni, Qurban Qurbanov sistemi ilə qrupdur ki, onlar özləri çıxıb öz oyunlarını rahatlıqla oynaya bilirlər. Sadəcə Qarabağın heyətində elə futbolçular var ki, iş yaxşı getməyəndə önə çıxan ulduzlar olur həmişə. Hansı ki, çıxır bir dənə oyunu həll edir. Misal üçün, Kali Borgesio futbolçu və yaxud da ki... Gol yarada biləcək, heç nədən gol yarada biləcək futbolçu. Yəni, heç nədən gol yarada bilərlər. Məsələn, götürüb topu uzaqdan zərbə ilə bir dənə topu gol vura bilərlər, oyun dəyişə bilər. Yəni, heyət də çox yaxşı ulduzlardan təşkil olunub. Sadəcə, bugünkü forma baxımından, yəni gedişat baxımından Zirə Qarabağdan daha yaxşı formadadır. Ona görə mən düşünürəm ki, siz də biraz əvvəl qeyd elədiniz ki, komanda ikinci yerin böyük ehtimalla qoruyacaq, mən də razıyam. Yəni, böyük ehtimalla elə ikinci yerdən Avrokuboklara Zirə gedəcəkdə artıq orada kubokda Sabah Neftçi cütündən hansısa biri finalda qalib gələcəkmi? Düşünürəm ki, ehtimal aşağıdır, çünki orada da Qarabağa ehtimalı var. Ona görə də böyük ehtimalla Zirə yenə də bizi Avropa Liqasında təmsil edəcək və mən düşünürəm ki, bu dəfə bir qədər daha diqqətli olacaqlar. Yəni, Şeriflə oyunda yol verilən səhvlər təkrarlanmayacaq və biz Qarabağla yanaşı bir dənə də komandamızı Avrokubokların Liqa mərhələsində görə bilərik və bu konferans liqasında Zirə ola bilər. Potensial onlarda var. Növbəti 3-cü pillədə yollanır Avrokuboklara, yəni bu mövsüm və düzdür, daha aşağı təsnifat mərhələsindən başlayacaq.
bir mərhələ arxadan səfərimizi başlayacaqlar. Bu Bəli. hal-hazırda Araz Naxçıvan və Turan Tovuz bu mövqe üçün mübarizə aparırlar və sadəcə 3 xal fərqləri var aralarında və mən indidən heç bir proqnoz vermək mümkün deyil təbii ki. Hələ mövsümün sonuna çox var və bilinmir necə olacaq və hazırki oyunla, yəni bu hazırda nümayiş etdirdiyi oyunla məncə Turan Tovuz mənə elə gəlir ki, biraz daha yaxşı formadadır Araz Naxçıvandan. Nisbətən elə görünür. Mənə elə gəlir ki, belə son forma ilə, yəni son bir neçə turdakı forma ilə vəsqə paylaşsaydıq, heç birinə vəsqə düşmürdü. Yəni çünki nə Araz Naxçıvan, nə də ki Turan Tovuz sabit oyun nümayiş etdirmirlər. Araz Naxçıvan ümumiyyətlə bu qədər belə formada xal itirmələri yenisi bir qədər qəribədir. Çünki mövsümə çox əla başlamışdılar. Liderlər qrupundaydılar, lider idilər. Yəni Qarabağla başa-baş oynadılar. Amma sonradan qış vasitəsindən sonra komanda hələ də özünə gələ bilmir. Amma mən düşünürəm ki, bu tendensiya uzun müddət davam edilməyəcək. Çünki Araz Naxçıvanın da öz oyun sxemi var. O oturmuş sistemi var. Edmar Baxşıyev də sistemi otuzdura bilən məşqçidir və heyətində də yaxşı futbolçular var. Yəni ona görə də mən düşünürəm ki, mənə görə Avrokuboklarda birbaşa yollamaq, yəni 3-cü yerlə yollanmaq baxımından yenə də Araz Naxçıvan bir addım öndədir. Çünki Turan Tovuz yəni Araz Naxçıvanda bir eniş var. Bu normal, yəni standart enişdir. Yəni rəqibindən asılı. Amma Turan Tovuz çox qeyri-adi bir qrafikçidir. Turan Tovuz gedib Qarabağ udub, gəlib evdə kəpəzə uduzma potensialı var və belə də uduzur. Yəni bu normal deyil. Yəni bu komandanın oyun psixoloji hazırlığında, formasında problemlər var. Ona görə də hətta qarşıdakı 1-2 turda Turan Tovuz gəlib Araz Naxçıvanı keçsə də belə, yenə də o eniş xəttinə keçmə ehtimalı var. Ona görə də bugün üçün mən düşünürəm ki, yenə də müəyyən bir addımla hesablasaq, Araz Naxçıvan bir qədər irəlidədir. Bu iki komanda Avrokuboklara geçsələr, gedəndə hansı nəticəni qazanacaqlar artıq müzakirə mövzusudur. Mən düşünürəm ki, bu yenə də bu hazırki formasına baxanda heç biri... Təbii ki, hər bir komandaya da heyəti gücləndirmək lazım olacaq. Mütləq. İkisini də Turan Tovuz mütləq də gücləndirməlidir. Yəni başqa cür alınmayacaq. Bir də bu bir məsələ var. Bu deməli kubokda əgər Qarabağ çempion olarsa, yəni kuboku qazanarsa 4-cü pillə avtomatik qoşulacaq Avrokuboklara, yəni vəsiq qazanan komandalar sırasına. Orada əgər mümkün, əgər belə hal baş verərsə, yəni bu cür ssenari reallaşarsa, Araz Naxçıvan da Turan Tovuz da. O zaman hər ikisi. Çünki Turan Tovuzla biz 5-ci pillədəki Sabahın xal fərqinə baxdığımız zaman görürük ki, orada bir uçurum var və... Yəni mən düşünmürəm ki, razıyam, düşünmürəm ki, nə Sabah, nə də ondan aşağıda bir neçə xala aşağıda olan Neftçi gəlib o 4-cü yerə çata bilər. Yəni bu təbii ki, riyazi olaraq mümkündür, amma məntiqi olaraq məntiqlə, bəli, yəni bu mümkün görünmür. Ona görə də hal-hazırki real duruma baxanda Qarabağ zirə və 3-cü, 4-cü yerləri, yəni Araz Naxçıvanla Turan Tovuz bölüşəcəklər. Orada artıq çempionatın sonuna doğru kimin 3-cü, kimin də 4-cü olduğu görünəcək. Mənim proqnozuma görə Araz Naxçıvan 3-cü olacaq. Yəni 3 Araz Naxçıvan, 4 deməli Turan Tovuz və əgər bu kubokda Qarabağ qələbə qazanarsa, yəni kubok qazanarsa, o zaman deməli bir də belə bir ehtimal var və ya belə deyək də Neftçi və yaxud Sabahın kubok qazanacağı təqdirdə məhz yollanması Avrokuboklara. Bu ehtimal var, böyükdür. Sadəcə bir də məsələ var ki, burada iki tərəf var. Real duruma baxanda, yəni meydandakı vəziyyətə baxanda, formaya baxanda Qarabağ yarımfinaldakı rəqibi olan Araz Naxçıvandan da güclüdür və eyni zamanda Neftçi Sabah rəqibi, Sabah cütlüyündən kimin gəlindən asılı olmayaraq Qarabağ hər üç rəqibi çox rahatlıqla məğlub etmək gücünə malikdir. Amma burada həmişə bir məsələ var ki, Kubokun finalı bir maçdır. Yəni bir maçda, xüsusilə də bu mövsüm göstərdi ki, Qarabağı məğlub eləmək olar. Yəni bu Qarabağ mövsüm yetərincə məğlubiyyətlərə vurubdu, xal itiribdi və bir maçda Qarabağı məğlub edərək Avrokubokların əsas mərhələsinə, Avropa Liqasına vəsiqə qazanmaq olar. Belə bir şans var, az deyil.
az deyil. Çünki Neftçi Sabah nə dərəcədə belə deyək də bu mövsümün gedişatında o qədər də formada olmasalar da belə bütün güclərini toplayıb bir maçda köklənə bilərlər. Yəni biz ona görə də biz hələ də nə Araz, nə Naxçıvan, nə də Turanı 4-cü yer tutacaqları halda bu komanda Avrokuboklara yollanacaq fikrini deyə bilmərik. Çünki son ana qədər bu Təbii ki. intriqa qalacaq. Və belə olacaq halda o Neftçinin və Sabahın şanslarını necə qiymətləndirirsiniz? Turan, Tovuz və Araz, Naxçıvana baxanda bunların o komandaların şanslarını daha çox qiymətləndirirəm, daha yüksək qiymətləndirirəm. Təcrübə Çünki baxımından. həm təcrübə baxımından, həm də ki maliyyə dəstəyi baxımından. Çünki Turan, Tovuzun və Araz, Naxçıvanın büdcələri o qədər də böyük deyil. Onlar Avrokuboklara çıxacağı halda bir mərhələ, bir yerə qədər belə demək olarsa güclənə bilərlər. Amma Neftçi və Sabahın büdcələri hər ikisində yetərincə maddi, yəni imkanları yetərincə genişdir və özlərinin arkada qalan belə demək olarsa uğursuz mövsümü unutturmaq üçün, özlərini sübut eləmək üçün Avrokuboklara daha çox büdcə ayıra bilərlər. Ona görə də əgər kubokdan Neftçi və yaxud da Sabah kimsə hər hansı biri gələrsə kubokun qalibi kimi, mən düşünürəm ki, hər iki komandada fərqi yoxdur Sabah və yaxud Neftçi. Onların hətta nəzərə alsaq ki, Avropa Liqasına vəslə qazanacaqlar. Hətta Konferans Liqasının qrupu da ola bilər. Yəni mən bu ehtimalı heç də az qiymətləndirmirəm. Çünki maliyyə öz işini görəcək. Çox təşəkkürlər Kənan bəy. Minnətdaram fikirləriniz üçün. Suallarımızı cavablandırdınız. Uğurlar arzu edirəm sizə. Sağ olun. Sağ olun. Belə, əziz tamaşaçılar,